ehtiyac yoxdur. İkinci olsa da ki, mən səni götürmərəm. Yox, polisə vermək yox, mən polisə qanuni yolla, o mənim şərəf və ləyaqətimi bu millətə alçatdığı üçün, mənə şər atdığı üçün, əlində sübut olmadığı üçün, bəli, mən qanuni yolla o xanım çıxıb məndən üzr istəyəcək ictimaiyyətdə. Ona görə ictimaiyyətə yanlış məlumat verir mənim haqqımda. Mənim yüzlərlə, 200-lərlə, 300-lərlə işçilərim var mənim. Ona deməkdir, sən əlində sübut olmadan deyirsən, Həci mənə dedi ki, Həci özü mənə dedi deyir, ha. Qaydlar yəqin qabağımıza çıxıb, ha. Mən o qadını heç tanımıram, bu qadın kim idi. Mən də ona axşam qoşuldum, dedim, qızım, sən mənə sübut eləməlisən, sən mənə şər atırsan. Sən bunu mənə sübut eləməlisən, sübut. Harda yazmışam, hansı nömrə ilə yazmışam, hansı səhifə. Mən ümumiyyətlə, burada 4000-ə yaxın adam var. And ol Allaha, bilmirəm. Mənə ümumiyyətlə gələn mesajları nə TikTokda olsun, nə Instagramda olsun, nə mənim 10 dənə mağaza var. Ora gələn mesajları ümumiyyətlə ki, mən görmürəm. Ümumiyyətlə ki, cavab vermirəm. Mənim köməkçilərim var. Bu deyir, Həci mənə yazdı. Sonra Nərminlə qoşulandan sonra deyir, Xırdalan filialına yazmışdım. Qız mənə dedi. Sən bunu düzünü deməlisən. Sən bunu düzünü deməlisən. Qız sənə yazıb, deyən ki, qız mənə yazdı. Mən bütün günü dükanlardayım da, öz dükanlarımda. Əgər iş istəyirsən, gəl mənim özümə yaxınlaş. Birinci, TikToklarda iş axtarmırlar. TikToklarda iş axtarırlar, qızım. Bu qızlar hamısı mənim yanımda işləyir, bu qızın özü. Neçə ildir məndən işləyirsən? 2 il, 3-cü ilə keçib. 8 aydır bu qız məndən işləyir. TikTokda iş axtarmısan qızım? Hə? İş istəyirdik, mən elan paylaşmışdım, gəldim mağazaya, deyilin, Həci mənə iş ver də, düzdür. TikTok oturub kimisə müzakirə edib, iş mi axtarırlar? Qaldı Gül xanıma, Gül xanım ümumiyyətlə ki, məndən işləmir. Gül xanım aylar bundan öncə məndən işləyib, 1 il bundan qabaq, onunla mən sizə açıqlamasını verim. Gül xanımla tanımırdım, nə Gül xanım kim olduğunu da bilmirdim. Bunu Xoşqədəm xanım məndən xahiş elədi ki, Həci, bunun uşaqları, nə bilim, elə-belə aliment verməlidir falan, ora-bura, bunu işə alaq. Dedim, yaxşı, alaq. Bu da 1 il bundan qabaq oldu. Nəsə Gül xanımın işi aldım. Gül xanım özünü doğrultmadı. Nəsə bizə problem yaratdı. Gül xanımı biz işdən atdıq. Başa düşdü, atdıq çölə. Sonra Gül xanım getdi, başqa problemlər gəldi başına. Sonra bu Gül xanım yenə gəldi efirə. Xoşqədəm xanım dedi, bəlkə bir dəfə də bir şans verək buna. Dedim, yaxşı verək. Gəldi 2 gün işlədi, 3-cü günü bunu atdım çölə. Dedim, bu yenə mənə problem yaradır, bunu uzaqlaşdırmışam. Bu heç, Gül xanım məndən heç. 2 gün o da içində paltar geyinib, nə bir şey, elə belə adi qızlar 1-2 dənə video çəkdi bundan falan, çıxdı, getdi. Əgər bir insan bir insana şər atdığına görə bu insanın əlində sübut olmalıdır. Başa düşdün? Mənim əlimdə sübut yoxdur. Mən bu qızı necə şərləyə bilərəm? İnsanlara yanlış məlumat verə bilərəm. Başa düşdün? Həci mənə dedi ki, get, nə bilim, özünü yığdır. Mən, nə deyirlər ona? Litapaksiya. Litapaksiyadır. Deyə də bilmirəm heç onu. Həci birinci yığdırandısa özünü yığdırsın. Həcinin burnu kimləsə danışanda ağzına girir. Birinci özünü əl gəzdirər. Başa düşdün? Valla. Birinci əl gəzdirənəmsə, birinci özümü əl gəzdirərəm də. Səni neynirəmsə kiməsə əl gəzdirib. Ağzım bir yana əyilib, gözüm bir yana gedib, kimləsə danışanda burnum da ağzına dirənir. Birinci yığdıranəmsə, birinci özümə əl gəzdirərəm, bu birincisi. İkincisi də cəmaatı, məmləkəti düzəltmə mənə qalıb, qızım. Başa düşdün? Mənim nəyimə lazımdır, mən gedim kiməsə. Özü də mənə işçi birinci lazım olsa ki, mən o qızı götürmərəm. O qaydlarını atmışlar mənə. O necə anasını söyür o qız? Bir insan sənə həyat verən bir insanı sən bu qədər aşağılayıb, onu cəmiyyətə təhqir edirsənsə, sənə iş düşürmü? Sənə hansı ağıllı insan səni birinci işə alır? Heç bir insan onu işə almaz. Ağlı olan insan, bu heç. İkincisi sənə iş lazımdır. Qızım, gəl deyinə, Həci, mənə iş lazımdır. Mənim atası uşaq böyüdürəm. Bu qız Vüsala, sən mənim dükanıma gəlmişdin iş axtaranda. Yox. TikTokda məni müzakirəyə mi qoyub gəlmişdin? Yox, WhatsAppda yazmışdım. WhatsAppda yazdı ki, Həci, mənə iş lazımdır. Olar mən gəlib səndən model kimi çalışım. İşçiyə ehtiyac vardı, gəldi işlədi. Adi bu Günel, adi digər modellərim. Bu nə deməkdir? O qız məndə işləyirdi. Nədir? Xırdalan filialında mənlə işçilər işləyir. Gidib, mən bugün bu şərləri mənə atırsan, sənin əlində sübutun varmı, qızım? Sən qayıdıb deyirsən, bu boyda ictimai içində mənim nüfuzdan salırsan, mənim şərəf və ləyaqətimi bu millətə alçaldırsan, məni sosial şəbəkədə milləti mənim üstümə qaldırırsan, sən bunun arxasında dura biləcəksən? Əlində sübutun varmı? Sən mənə bu şərləri mənə atdığın üçün əlində sübutun olmalıdır sənin.
Mən xanımı tanımıram. Mən qanuni yolla ona cavab verəcəm. Mən bugün 102-yə müraciət eləmişəm, saat 5 tamamda, bugün saat 5 tamamda. Sabah dünən, bugün Suraxanı rayon baş polis idarəsində mənə zəng gəldi ki, bu xanım sabah bölməyə dəvət olunacaq. Gəlmərsə, o ora gətizdiriləcək. Gəlib sübut eləsin də mənə. Ay sağ ol, düz deyirsən. Məni bu boyda şərlər atırsan. Deyirsən, Hacı dedi ki, get üzvü yığdır, gəl sən işə alım. Harada demişəm? Mənə sübut elə. Hansı səhifədən sənə yazmışam, hansı nömrədən sənə yazmışam, hansı telefondan sənə zəng olunub. Bu adama sübut olmalıdır, qızım. Başa düşürsənmi? Sübut eləməlisən sən bunu. Sən bu boyda çıxıb bir 10 min insanın içində deyirsən ki, indi onun 5 mini məni tanıyırsan, indi insaflı, vicdanlı insanlar varsa içində aldanar ki, biz Həcini tanıyırıq. Mənim şəxsən 1300 dənə işçim var, mənim. Mənim 1300 dənə işçim var. 1300 nəfər gündə evinə mənim yanımdan çörək pulu aparır mənim filiallarımdan. Başa düşdün? Onların içində modellər var, onların içində satıcılar var, onların içində administratorlar var, onların içində nəzarətçilər var, onların ambarda işləyənlər var. Nə qədər işçilər var? Cəmaət ailəsini mənim dükanıma etibar edir, gəlir, insanlar mənim evimdə çörək pulu qazanırlar. Ona demək, səni kimi öyrədib salıb bu cəmiyyətə ki, səni cəmaətin gözündən məni salmaq istəyirsən? Mən şəxsən bunu təqribat kimi aldandır ki, bunu öyrədib mənim qarşıma çıxardır bu qızı. Mən bugün ifadələrimdə də demişəm bugün Suraxanı rayon baş polis idarəsində. Demişəm, araşdırırsın, görə bu qızı kim mənə qarşı doldurur. Valla. Sabah bu qızı ora dəvət edəcəklər, mən özüm də gedəcəm. Görüm, qızım, mən sənə şey eləmişəm, sən mənə sübut elə, görüm hansı səhifəni yazmışam sənə. Sübut elə mənə. TikTok'dan yazmışam mənə sübut elə, WhatsApp'dan yazmışam mənə sübut elə. Çıxarsınlar görün, telefonla danışmışam, telefondan. Telefondan mənə sübut elə. İndi burada 4000 insan var, indi onun ola bilər 1000 nəfəri mənə inanlar. İndi deyər ki, biz Həcini tanıyırıq, Həcı belə insanlar deyil. Nə qədər insanlar bunun yanında işləyir, evinə çörək pulu aparır. Onun nə qədər insanların fikirlərini sən mənə qarşı yayındırırsan. Deyirsən ki, şeydir. Nə qədər Həcinin dükanından kimdir mal alan? Həcı 3 gün qabağı endiriminə bax. Həcci başqa şey. 3 gün bundan qabaq olan endirim. Bir dəqiqə, bu sən tizan, mənim telefonumu ver oradan. 3 gün bundan qalam endirim. 3 gün